Bismillahirrahmanirrahim. Esselamu aleykum və rahmetullah. Xoş gördük sizləri. Yenidən Nəhcül Bəlağədən söhbətimiz davam edəcək inşallah. Yenə də əziz və dəyərli ustadımız Hacı Əhlimanın bəyanatından, onun izahatından inşallah istifadə edərik. Hacı, salamu aleykum və rahmetullah. Salamu aleykum və rahmetullah. Xoş gördük sizi. Təşəkkür. Allah kömək olsun inşallah. Allah razı olsun inşallah. Sizdən də. Deməli, keçən səfər Nəhcül Bəlağənin 16-cı xütbəsindən o cümlə barəsində danışdıq ki, Əl-yəminu və şimalu məzəllə və tariqul vusta hiyəl caddə. Yəni, Həzrət Əmirül-Müminin buyurur ki, yolun sağı da, solu da azğınlıqdır, amma orta yol, əsas magistral yol odur. Düz yol odur, insanı məqsədə çatdıran yol. Biz ifrat və təfrit haqqında danışdıq. İstər əxlaqda ifrat təfrit nəyə deyilir, istər qanunda, fiqdə ifrat təfrit nəyə deyilir, bu haqda danışdıq. Və bir də İslam ümmətinin orta ümmət adlandırılması haqqında danışdıq. Bunun davamında Həzrətin bir kəlamı var, elə o barədə inşallah bu səfər istəyirik danışaq. Buyurur ki, Aleyha baqil kitabi və atharun nubuvvə. Deməli, o orta yolun üzərindədir, yəni o hidayət yolunun üzərindədir, əbədi kitab, yəni Quran-ı Kərim və bir də Peyğəmbərliyin nişanələri, yəni sünnə. Sonra buyurur, və minha mənfəzus sünnə. Bu doğru yoldan Allah Peyğəmbərinin yolu, nüfuz etdiyi yol, mənfəzi və iləyha məsirul aqibə. Deməli, Peyğəmbərin yolu, sünnəsi əldə olunur. Bir də işlərin sonu ona doğru qayıdır. Yəni, o hidayətə doğru, o orta yola doğru qayıdır ki, bu da əslində həm təqvaya qayıdışdır, həm də əslində Allahın özünə də qayıdış. Təqvaya qayıdış mənası budur ki, yəni Allahın özünə qayıdırıq təqva vasitəsilə. İstəyirik elə bu kəlam barəsində Hacı sizi dinləyək. Bismillahirrahmanirrahim və bihi nəstəyin. İnnəhu xeyru nasirin və muin və sallallahu ala seyyidina və nəbiyyina və alihi tahirin və lənətullah ala ədayihim əcməin minəl anil aliqayi və middin. Hələ siz buyurduğunuz kimi keçən dəfələrdə bu orta yol barəsində mövzu oldu, danışıqlar oldu. Mümkündür, məsələn, kimsinsə yorucu olar, bizim mövzumuzun adı bu cür olur, amma ətrafında başqa şeylər çox danışılır. Bir də bəzən mövzular o qədər böyük olur ki, bir dənə məclislə, iki dənə məclislə qutarılmır. Adam da elə bilir ki, elə həmin sözdə təkrar olunur, amma o cürə dövrdə. Bir dəfə biz o məclisdə bir ilə yaxın Həzrəti Peyğəmbərin Əbazərə nəsihətlərdə həmin o Rəhi Tuşə kitabı ki, onu oxuyurduq, heç qutarmadı. Kitabın 5də birini oxumuşduq, ya oxumamışduq. Gəldilər, bəzi sözlər dedilər, biz də day saxladıq, keçdi göyənə ki, Əbazərlə Peyğəmbərin söhbəti qutarmayacaq. Mən gördüm Peyğəmbəri də zülümdə, Əbazərə də day saxladım, amma day o söz döyürdü. Burada bir nəfər soruşdu, başqa nə danışırsan, niyə başqa şeydən ya başqalarının kəlamından niyə danışmırsınız? Dedim ki, axı siz Peyğəmbərdən yaxşı söz danışan, Əbazərdən də yaxşı qulaq asan tapın, onlardan danışaq da. Bəzən görsən, insan mümkün deyil, hər yerdə təqvadan danışır. Bu mövzunun yoxluğundan deyir, nə də təkrar deyir. Bu mövzunun dərinliyindəndir, genişliyindəndir. Həm də acı onların, məsumların özünün o potensialı ki var, Allahın onlara verdiyi bu elm ki var. U'titu cəvami'əl kəlim. Buyur ki, mənə əhatəli bir söz demək mənə əta olunub. Onların hər sözündə o qədər məna var ki, o qədər dərin. Sənuqi əleyke qovlən səqila. Allah Quran buyurur ki, tezliyiz insana ağır söz deyəcək. Ağır söz da mənim sözüm deyir ki, elə bir dəfiyə qutarar. Özü də Həzrəti Əmirin də belə bir kəlam var. İnna lə-umara'ul kəlam. Biz kəlamın əmirləriyik. Yəni, kəlam
cümlə, söz, o sənəd bizim tərəfimizdə bizə tabedir. Yəni bizə tabedir. Bizim rəiyyətimiz. Biz istədiyimiz kimi idarə edirik. Bəli, düzdür. O baxımdan istədim ona işarə eləyəm ki, yəni bu orta yol mövzusu bu sözdən deyil o çıxır. Deyir, əleyhə baqil kitab. Quran-ı Kərimin elə bəqası da onun üstündədir. Quran-ı Kərim də onun üstündə qurulub. Yəni Quran-ı Kərimin də bütün proqramları onun üstündədir. Quran-ı Kərim o orta yoldan nə sağa, nə sola çıxmayıb. La şərqiyyətin və la qərbiyyətin ayədə də var da, elə deyir. Yəni onu fikirləşməyin ki, məsələn Quran-ı Kərimdə də hardasa sağası yox. Quran-ı Kərim də onun üstündədir və asar-ı nübüvvə. Peyğəmbərin özdə fikir versiniz hacı, bu ibarətlərin özünün çoxunun içərisində sözlər var. O cümlənin, kəlmənin işlənməyindən gedir. Məsələn, görürsən, biz deyirik, Peyğəmbərin əhl-i beyti. Yaxşı, Peyğəmbərin əhl-i beyti, Peyğəmbərin əhl-i beyti. Amma İmam Hüseyin əleyhissalamın o xütbələrində birində var ki, buyurur, nəhnu əhl-i beytun nübüvvə. Demir, məsələn, nəhnu əhl-i beyti Muhammed sallallahu aleyhi və səlləm. Və yaxud ən-nəbi. Ən-nəbi demir ki, məsələn, bu. Ki, əlif-lamla işarə edək ki, bu ən yaxındakı Peyğəmbərə deyir. Deyir, nəhnu əhl-i beytun nübüvvə. Nübüvvət silsiləsinin əhl-i beytiyik. Biz Adəmin də əhl-i beytiyik, İbrahimin də əhl-i beytiyik bu cürə. Burada da deyir, əleyha asarun nübüvvə. Yəni, bütün Peyğəmbər, siz elə bilərsiniz, məsələn, Həzrəti Musa ki, məsələn, deyirlər, Yahudilərin Peyğəmbəridir, o sol tərəfdə olub. Həzrəti İsa, məsələn, Məsihlərin Peyğəmbəri, yox. Əleyhə asarun nübüvvə. Ümumiyyətlə, nübüvvətin asarı bu orta yolun üstündə olur. Bütün Peyğəmbərlərin yolu elə bu olub. Bu yol. Bundan qıraqda bir yol olmuyor. Əgər siz bu yoldan başqa bir yol görürsünüzsə, o yolları kimsə eləyib. Uydurub özünü. Uydurub, iz salıb. Məsələn, biz durub bir yerə gedəndə magistral yolumuz var. Görürsən, onun qırağında torpaq yol da var, filan da var. Kimsə, məsələn, oradan gedib o izi salıb. Ondan sonra nəsə də özü üçün bir şey fikirləşib, düşüb orayla gedib. Axı, ağlı olan bu cürə, məsələn, də indi yol var, qabaq, məsələn, 3 saata gedirdi, məsələn, fərz eləyək, Cəllabada, ya Masalliyə, o dar yollarla. İndi, məsələn, gedirik saat yarıma. İndi, məsələn, bu yol ola, mən düşüm elə o köhnə yolla gedim, adama ağıllı deməzlər, axı, elə deyir. Bu mövzu da bu cürədir. Allah bu cürə geniş, rahat yol qoyub, orta yol. İnsanlar sağdan, soldan bir dənə yollar açıblar. Bir də onların da ittifaqən də əleyhissalam kəlamlarında deyir ki, o qədər ki, batilə siz kömək elədiniz, onun birazını həqqə kömək eləsiniz, heç vaxt haqq məzlum olmazdı. Cəmaatın, adamın gözünün qabağında düz yol, asfalt sürətlə 110. Hələ 120-yə qədər də sürmək olur. Yaxşı, düşüb gedib orada 20 ilə gedir, toz torpağın içərisində. Nə qədər xəstə olmaq lazımdır bundan ötürü. Allah yolu çəkib, işıqlandırıb, hər şeydə yerində. Ondan sonra bir dənə, məsələn, indi dünyanın, belə yoldan danışdıq deyə də, dünyanın yol radarları ancaq cinayəti tutmaqdan ötürüdür də, elə deyir. Yolun solu ilə gəlməlidir, sağı ilə gəldin, sürətin artıq oldur, kəməri vurmamışdır. Ancaq, məsələn, hansı posta saxlayıb adama deyirlər ki, çox sağ ol, gələ, məsələn, bu bir istəyəcən su sənic qanunu gəlirdin. Adama deyirlər ki, belə gəlməlidir. Amma Allahın radarlarının qurulub, həm pisi tutmaqdan ötürü, həm yaxşını, amma bərabər surətdə yox, fərqli surətdə. Yaxşını eləyən kimi tutur Allah. Allahın radarı. Üstünə də 10 dənə qoyur. Elə deyir. Və pislikdən də onun hesabına yuyur. Elə deyir, innəl həsənatı yüzihünə səyyihat. Elə də ayə də varımızda, hədis də varımızda. Nükəffir ənkum səyyiatikum, nəğfir ləkum xətayakum, nəğfir ləkum zunubəkum. Nə qədər Quranda deyir. Yaxşı, demir ki, məsələn, yat sözü, deyir, namazı qıl, sənin günahından da bağışlayacağım, xətalarından da keçəcəm. Sənin salır radarda çəkir ki, sən elə belə getməliydin. O, məsələn, o dediyimiz kimi qanun keşiyində duranlar kimi ki, sən belə, məsələn, biz çatıb deyə bilərik orada posta ki, sən gəl mənə təşəkkür eləcəkən ki, mən düz gəlmişim, sən düz gəlməliydin də. Yaxşı, elə Allahın da işi belədir. Biz namaz qılmalıyıq.
Orucu da tutmalı yox. Allahın qanununu da pozmamalı yox. Yaxşı? Heç bir günah da eləməməliyik. Elə. Hələ bu namazı yadı qoyaq birazı. Bunları izah edib başa salmaz, bu çətindir. Kimsə fikirləşir, yox, Allahın bizim namazımızda Allah üçün nəsə var. Bunları qoyaq hələ bir tərəfə. Yaxşı? Allah deməyib, gedib valideyni yoxlasın, sənə savab verirəm. Kimin dədəsini yoxlayırsan? Özdədir. Bundan əlavə, bundan da biraz sadə misala keçək, asan misala. Bizim ailəmiz, övladımız bizim vacibi nəfəqəmizdir. Çörək verməsə çıxardarlar evdən, çörək qazan, elədir. Biz onlara aparıb çörək veririk. Özümüz qol çəkirik də. Kəbində də qol çəkirik, zakısda da qol çəkirik. Bunu biz yedizdirəcəyik. Yaxşı, özümüz dilimizdən iltizam veririk. Allah deyir, sən o iltizam verdiyin şeyə görə mən səni vacibi nəfəqəni verirsənsə, mən də sənə bu əvəzində bunları verirəm. Bu günahları da bağışlayıram. İndi birdən biraz genişləndirirsən, bizim vacib kəsbimiz var, müstəhəb bir kəsbimiz var. Vacib kəsbimiz həmin o ailə uşağımızın lazım olan geyimin, yeməyin, lazım olanın verməkdir. Yaxşı, onun otağın, nə bilim, şəraitini düzəltməkdir. Bu olur vacib. Hər gün gedirəm, vacib işləyirəm. Yaxşı? Bitkə çörəyə gətirirəm. Bu elə bir gündəlik o 5 vaxt namazını, 17 rəkəti namaz qılmaq kimidir. Elədir də? İndi biraz artıq işləyirəm. Biraz, məsələn, yağlı olsun yeməkləri. Geyimləri biraz rahat olsun. Məsələn, bir dənə evi biraz, bir otağını artırım ki, rahatçılıq olsun, məsələn. Bu da müstəhəbbidir. Bu da gecə namazı kimi bir şeydir. Elədir? Gündəlik namazın nafiləsi kimi bir şeydir. Yaxşı, indi baxın Allahın lütfüne, kərəminə, mərhəmətinə. Mən öz qarnıma çörək qazanıram. Öz balama çörək qazanıram. Allah onun hesabına mənə savab yazır. Və nükəffir ənkum səyyatikum. Günahları da var. Günahları da yuyur. Günahları da aparır arada. Sanki acı, burada bir dənə də sətir altı mesaj verir Allah Taala ki, yəni, bax, bu da mənimdir, sən də mənimsən. Bəli, ən-nasu iyalullah hədisdə də var. Sanki altında yə durur ki, sən elə, mən sənin də borcunu verirəm də, sanki belə. Ən-nasu iyalullah. Cəmaat Allahın külfətidir. O da var. Sonra innallaha, biraz indi insan o ən-nas deyir. Kafir olsun, müşrik olsun, fərq eləməz. Əli əleyhissalam malikəcləri Misrə vali göndərəndə məktubu məşhurdur da, kaş onu tərcümə eləyib, belə hər yerə yayalır. Deyir, gedirsən, çox söz deyir. Hakimin sifəti budur, belə olmalıdır, belə olmalıdır. Belə bizə burada lazım olan bir dənə cümləsidir. Deyir, gedirsən ora. Orada 2 dəstə adam var. Bir Allahı tanıyıb ibadət eləyənlər ki, sənin din qardaşlarındır. Da din qardaşı ilə adam necə rəftar eləyər? Bir də Allahı tanımayanlar, ibadət eləyənməyənlər. Onlarla da sən Allahın bəndəçiligində müştərəksən, bir Allahın bəndəsisən. Sən də o da. Bəs sənin orada heç kimlə bəd rəftar eləməyə haqqın yoxdur. Bir dəstəsi mömin qardaş kimi rəftar eləyəcəksən, bir dəstəsi ilə də nədir? İnsan kimi. İnsan kimi. Bax, məsələn, bir dənə dünyəvi misal vuraq ona. Biz ata bir, ana bir qardaşıq. Bu qardaşlığımız. Bir də var əmizadevi, məsələn. Elədir? O biri qoldan gəlir, məsələn, əmim oğludur, ya məsələn, əmim nəvəsidir, ya atamın nəvəsidir. Onları da özümüzə biz riayət edirik. Allah Teala Əli Rəssalamda malikəcləri o cürə tapşırır. Bunlar sənin mömin qardaşlarındır. Bunlar da sənin Allahın bəndələridir. Allahın bəndələri. Yaxşı? Bəlkə də biraz diqqətlə eləsək, bu birisində ondan daha təkiddir. Bu mömin qardaşındır. Düz da bu da Allaha görə qardaşdır. Bu da sənin Allahın bəndəsidir. Onunla da rəftarı düzgün elə bununla. Ən-nasu, biraz indi insan gəlir möminləşəndə, Allah deyir ki, Allah Teala nəllaha yudafi anillezina amanu. Nəm tək belə deyirəm, müdafiə də eləyəcəm. Belə ruzusunu verirəm, çörəyimi verirəm, suyunu verirəm, tapşırıram, toxunmayacaqsan, əziyyət verməyəcəksən, əqidəsindən asılı olmayaraq, dinindən asılı olmayaraq. Yaxşı? Bu yandan da deyir, birdən mənə iman gətirib, ibadət itaət eləsə, onda müdafiətçisi mən, amma özü yaxşı yapar. Ya, həqqun əleyna nəsrul müminin. Möminlərə kömək eləmək nədir? Bizim boynumuzda haqdır. İndi söhbət qaydaq bura. Bu ki, bu silsilə ilə gəldik. İmam Hüseyin dedi ki, biz bu nübüvvətin əhli beytiyik. Burada da deyir, deməli, əleyha baqil kitab.
və əleyhə asarun nübüvvə. Bütün bu nübüvvətin hamısı bu yolun, orta yolun üstündə qurulub və minha mənfəzus sünnə. Mənfəz daxil olan yerdə qapı. Burada gəlmək mənasınadır. Yəni mənfəzus sünnə, sünnənin mənfəzi, yəni bir var, buradan istehsal olunur sünnə. Qanunlar. Bu o mənada deyil. Siz bu qanunların üstünə gələ bilirsiniz. Orta yolla gəlib çıxacaqsınız. Qıraq yolundan nədir? Gəlib çıxamayacaqsınız. Eyni onun kimi mən yəti beytə vəliyyəti min babiha. Onun kimi. Mənfəzus sünnə. Bu yolla gəlsiniz, sünnəyə çıxacaqsınız. Sünnəyə çıxacaqsınız. Gəlməsiniz. Başqa yer. O Molla Hüseynqulu Əhmədani deyir. Biri dədəsinin evinə gedirdi, məcazi mənada deyir də. Dedi, hardan keçim? Deyirlər, məscidin ikisindən keçməlisən. Özünə sığışdırmadı. Şeytan vəsvəsə elədi. Bəzi təbliğatlar o yoxdur. Həkim, mənim məsciddə nə işim var? Yolda da gərək məsciddən keçəm. Adam var deyir ki, məsələn, mən nə edirəm vasitəni? Yaxşı. Adam var deyir, mən Allahı qəbul edirəm, amma məsələn, yer üzündə onun elçisini qəbul eləmirəm. Ged görüm, gedə bilərsən. Gedə bilmirsən axı. Sən buradan Sumqayıda getməyə 6 dənə marşrut dəyişirsən, gedib 2 saata piyada girsənsə, gedə bilmirsən, sən o boyda dərgaha vasitəsiz gedə bilərsən. Bir də sən hardan tanıyırsan o yolu? Tanısaydın, geçsəydin, heç sənə deyən olmazdı. Əslən, tanısaydın, gedə bilsəydin, Allah səni seçərdi. Bir də ona məsələn, maraqlıdır həmin adama sual vermək. Yəni, məsələn, biri birinə deyir ki, filankəsin əlindən çörəyi aldın, nöş yedin. Danlayır. Qutarandan sonra deyir, bir dənə sənə söz deyim, amma vicdanınla cavab ver də. Sənə versəydi, yeməyəcəydin, başını salır aşağı. Bir də andıçı baxı. Səni seçsəydi Peyğəmbər, onda yenə Peyğəmbərliyi inkar eləyəcəydin. Olur belə şeylər. İndi deyir, girmədi məscidə, keçmədi oradan, getdi başqa yolla. Dövr vurdu da, belə deyək. Yaxşı, hələ də gedir, deyir. Hələ də gedir, gedib çatada bilməyəcək. Adam yoldan azdı. Ya, yeganə onun variantı qayıdıb təzədən yola çıxmaqdır. Qayıtması elə gedəcək. Batılaqda. Əli Əleyhisselam deyir ki, o fitnə fəsadın batlağında batmışdı cəhalət dövrünün insanları. Çıxmaq üçün də qapı daralmışdı. Çıxa bilmirdilər. Yaxşı, Həzrət Peyğəmbər gəldi, açdı. İndi sonraki xütbələrinin birində, səhv eləmirəmsə elə bu 16-cı xütbədə deyir ki, ya başqa xütbədə deyir Həzrət ki, deyir, imtahanlarınız çətinləşib. Siz imtahanlarla üzbəüz qalmışsınız, Peyğəmbər məbus olan dövrdə olduğunuz kimi və biraz da çətin vəziyyətdə. Orada Peyğəmbər gəldi, açdı. Onu müşriklər yaratmışdı. Amma burada siz özünüz yaratmışsınız, qoymusunuz axı açmağa. Özünüz yaratmışsınız, qoymursunuz açmağa. Daha çətindir də. Daha çətindir, bəli, daha çətindir. Və birbaşa küfrlə, şirklə mübarizə aparasan. Bir də var ki, nifaqla, özüdəki, məsələn, din pərdəsi altında gizlənib, o da namaz qılır, o da Quran oxuyur. Bəyənmirsən namaz qılır. İndi gəl onunla. O bir gözəl ziyalımız bir dənə söz demişdi, mən yadımdan çıxıb onun adı, amma gözəl bir söz demişdir ki, deyir ki, cahiliyyə dönəmindəki cahillik elə elmsizlik idi, cəhalət idi. Bəli. Açıq, tam. Amma burada imansızlıq da var. Amma indiki deyir cəhalət, intellektin və elmin arxasında gizlənir. Bəli. Bu çox çətin. Həzrət Əlinin də durumu görə çətin. Kəsərə zəhri rəzulan. İki kişi, 2 nəfər belini sındırdı. Alimun billisan, abidun cahilun. Dildə alim olan, cahil ibadətkar. Cahil ibadətkar. İndi biz acı gəlib ora çıxsaq, həmin yerə gəlib çıxsaq və kəfa bilmər-i cəhlən ən la yərifə qədrə. Bəli. Hələ onu indi biz ora çatarıq. Burada və iləyha məsirul aqibə. Burada bir dənə söz var, mən yadımdan çıxmamaq üçün deyim, sizin cavansınız da, yaddaşınız yadınızda, mən qocalmışam. Çox da qoca deyilsiniz. Və eləyha məsirul aqibə. Sonra Qur'an-ı Kərimdə bir dənə ayə varımızdır. Əraf surəsindədir. Ola bilər, burada Əraf surəsini verib də, 126-cı. Vəl-aqibətu lil-muttəqin. Hamı bilir də bunu. Vəl-aqibətu lil-muttəqin. Mollalar süfrə üstündə də həmişə dua verəndə onu çox vaxt deyirlər. Deyir, iləyha məsirul aqibə. Aqibətin yolu da
həmin orta yolun üstündədir. Quran-ı Kərimdə deyir ki, vəl aqibətu lil muttəqin. Aqibət, yəni əsl behişt, axirət təqvalılar üçündür. Yaxşı, təqvalılar üçün deməli, bu aqibətlə, bu ayədəki müttəqin və aqibət gəlir üst-üstə düşür. Yəni, axirətin o behişti də bu yoldan keçir. İleyhə məsirul aqibə, axirət yolu da buradan gəlir. Burada da deyir ki, vəl aqibətu lil muttəqin. Aqibət təqvalılar üçündür. Bəs deməli, təqva yolu da bu yolda. Bu yolla getsin, təqva qazanatsan. Bu yolla getməsin, təqva qazana bilməyəcəksən. Düz. Deməli, burada indi Həzrət onun ardınca buyurur ki, Hələkə mən iddia. Bəli. Deməli, burada buyurur ki, hələkə mən iddia. Yalandan iddia elədi. İddia eləyənlər həlak oldu. Bəli. Sonra buyurur ki, və xabə mən iftara. Yalan danışan, İftira atan da məhv oldu. Xabə laf mən oldu. Hələkə də məhv olmaqdır. Xabə də məhv. Amma məhv ol, əzilmək iki cürədir. Bir var az əzilmək, bir də var çox əzilmək. Sınmaq iki cürədir. Bəzi şey sınır, yapışdırırsan kleylə. Bəzi də belə şeydir də, tökülür, dağılır yerə də. Heç süpürməyə də dəymir. Elə qoy qalsın ayaq altında. O xabə və qəd xabə mən dəssaha. O biraz da məhv oldu. Da belə ələ gəlisi olmadı da. O bizim kətdə deyərlər, tikəsi tariyə çatmadı. Məhv oldu, getdi məsələn. Burada da buyurur ki, deyir, hələkə mən iddia. İddia həlak elədi. Amma xabən mən iftara. İftirada. İftira. Bax, o iddia, hələkə mən iddiada məqsəd budur ki, bir adam özünün olmadığını özünki iddia elədi. Görsən, dünyada olub Peyğəmbərlə. Allah deyir, 124 min Peyğəmbər göndərmişəm. İndi durub sayson, bir ebelə də gəlib üstünə. Şaxı Allah ebelə göndərməyib. Allah deyir, mən Peyğəmbərliyi qapısını bağlamışam. Bu deyir ki, mən Peyğəmbərəm. Özlərindən də dəlil gətirirlər. Və əsas filan bəs məkanda ortalıqda yoxdur. Məsələn, bəzilər görürsən ki, məsələn, Azərbaycan dilində namaz qılırlar. Amma niyə Azərbaycan dilində qılmırlar? Görürsən, mən önləri rast gəlmişdi, mənə namaz qılır. Aləmlərin Rəbbinə həmd olsun. O Rəhman və Rəhimdir. Nə oldu? Azərbaycan dilində qılırdın. Rəhmanla Rəhimi də tərcümə elədi. Elə deyil. Aləmlərin Rəbbinə həmd olsun. Həmdi də tərcümə elədi, elə. Rəbbi də tərcümə elədi. Rəbb sözü Azərbaycan sözü deyir axı. Hətta aləm sözü var. Hətta aləm də elədir. Rəhmanla Rəhim. Nətər oldu bu? Yaxşı. Hələ bu ayrı mövzudur. İşimiz yoxdur. Allah qəbul edəsin. Yaxşı. Amma mövzu bundadır ki, Allah deyir, mən bu qapını bağlamışam, deyir, yox, açıqdır. Bu qapı Allahın qapısıdır da. Elə deyir. O biri soruşdu ki, 2 nəfər mübahisə eləyirdi. Dedi, bu filan kəsdədir günah ya Həzrəti Əlidə, bu dedi ki, Həzrəti Əlidə. Dedi, niyə? Dedi, onun filancası nöş yaradıydı Həzrəti Əli ki, demə, Əli Allah imiş, hə? Bu deyir ki, Allah deyir, mən bağlamışam. Xatəmən nəbiyin. Deyir, o nəbilərin sonuncusu da, mürsəllərin sonuncusudur. Savadın olsun, ged bir Qurana bax da, gör, haradasa nəbisiz mürsəl varımızdır bizim. Nəbisiz mürsəl yoxumuzdur. Bax, evə 2 dənə krant gəlir. Biri çöldə, biri də içərdə. İkisi də ovşu suyu bağlayır. Yaxşı. İndi bunun biri çöldəki bağlanan kimi avtomatik içərdəki bağlamağa ehtiyac yoxdur. Xatəmən nəbi, nəbilik birincidir. Mürsəllik ondan sonra gəlib. Əgər bu nəbilik bağlanıbsa, mürsəllik də bağlanıb da, bax da, elə deyir. İndi bir var bu cürə iddia edir. Mən Peyğəmbərəm. Mən imamam, bu haqq mənə mənsubdur. Həzrət deyir ki, bu həlak oldu, bu batdı, bu məhv oldu. Həlak oldu da getdi. Bir də var, və xabə mən iftara. Kim iftira atdı, o laf məhv oldu. O laf məhv oldu. Bu iftira iddiadan biraz da dərindir də. Mümkün deyil, mənim zehnimdə onların ikisinə də misal vurmağa belə bir şey hazırlıq olmasın. Amma bu qədərin deyə bilərik ki, iddiadan iftira biraz da şeydir, ağırdır. Xüsusən də bəzi iddialar və iftiralar insanların arasında bir-birinə qayıdır. Bəzi iddia və iftiralar. Məsələn, mən deyirəm ki,
Hacı Samir burada çox danışmaq mənim hüququm idi. Məsələn də Allah eləməmişsin. Onsuz da elə mən danışıram, amma sizməzdim olmuşsunuzsa. Yaxşı, bu bir iddiadır. Bir də var, məsələn, deyirəm ki, heç sən danışmamalıydın. Məsələn deyirəm də. Bu bir iftiradır. İkincisi, birincisindən də ağırdır axı. Elə də elə deyir. Özdə iftira əlallah. Bəzi şeylərin də iftirası, iddiası birbaşa Allaha qadir. Bir var, bəndiyə qayıtsın. Bir də var Allaha. Məsələn, bir var deyəm ki, məsələn, filankəs mənim haqqımı qəsb elədi. Günahı filankəsdə görə. Bir də var ki, günah. Bir də deyirəm ki, niyə Allah qoyur ki, o filankəs bu işi görsün? Allah eləyib bunu, məsələn. Bu iftiradır. Həzrət, yəni cəmiyyətdə hər ikisi var da, müddəilər də var, müftərilər də var. İftira atanlar da var, iddia eləyənlər də var. İndi bu iddiadanı hələkəni gətirib, iftirada xabəni gətirib. Mümkündür o müddəilər bir vaxt nə olsunlar, iddialarından dönsünlər, tövbə eləsinlər, qayıtsınlar filan ki, həlakətdən qutara bilsinlər. Amma o iftira atanların məsələsi biraz çətindir də. Onların qayıtmağı biraz çox ağır idi. Məsələn, Firon həm müddəi idi, həm iftira atan idi. Allahlığın iddia elirdi. O Allah ki deyirdi, mən Allaham, ona da iftira atırdı ki, sən Allah deyirsən də. Görsən, batdı, xilasda ola bilmədi. Mən həqiqətən iman gətirdim. Bəni İsrailin iman gətirdiyi Allaha. Öz deyirlər, nöqtəsi ilə gör, dedi, ixlası, filanı, bəsməkanı, hamısı yerində. Allah dedi ki, də bu gecdir daha. Sən vaxtında sağa sola şumlayanda nə Allah yadıva düşür. İndi su dolub boğazına başlamısan, ixlas yaranıb səndə. Hacı bir də... Dünən siz o məclisdə söhbət eləyirdi, dünən ki o məclisdə. Qəşəng bir dənə sözə işarə elədiniz. O ki, məsələn, deyir, Əzrail gözə görkənə qədər tövbə eləsə adam qəbul olar. O Əzrail gözə görkəndən sonra niyə daha qəbul olunmur? Çünki 100% sən bilirsən, ölürsən. Mən bilirəm, ölürəm. O da ondan sonra məsələ bitdi. O yeri gəlmişkən o insanın yavaş-yavaş canının bədənindən çıxmasıdır. O qəşəng şeyə işarə elədiniz orada. Ki, adam ola bilərdi, baş tərəfdən yavaş-yavaş canı çıxsın da buradan soğuyasın. Hətta Allah Taala o qədər rəhmətlidir, mərhəmətlidir. Hələ dil də var, ağıl da var, göz də görür, şuur da işləyir. Yavaş-yavaş ayaqlar. Elə bilməsən də bir nəfər götürür, ayağın birini kəsir ki, məsələn də tövbə elə. Başı kəssə, axı tutardı da ondan. Amma xırda-xırda eləyir ki, o Allahın insana mərhəmətindəndir. O cürə. Hacı, bir də burada sanki məsələn bir insan iddiada oldusa, başladı iddia etməyə, dərhal ondan sonra iftira etməlidir. Çünki bu iddiasında yalancıdır da. Deməli, həm iddiaçı, həm müftəridir. Yəni, həm bəli, ikisini də eyni söz kimi tutmaq olar, sadəcə biri-birinə təkid tutmaq olar. Biri o birisi də artır, o birisini gətirir. O birisi təkid edir. Məsələn, dediyimiz kimi bir nəfər iddia edir. Allah deyir ki, mən Peyğəmbəri göndərmişəm, Peyğəmbər. Yaxşı. Peyğəmbər deyir ki, mən filankəsi qoymuşam canişin. İndi bir nəfər gəlir, deyir, Peyğəmbər mənəm. Bu iddia edir. Allah ki, deyir, mən bunu Peyğəmbər seçmişəm. Yəni, bizim ümmətdə Peyğəmbərlik mövzusu şey olmadı da. Bizə kimsə gəlib özün Peyğəmbər ya da elan eləmədi. Peyğəmbərin qarşısına çıxan ya müşrik oldu, filan oldu, o məhv oldu, getdi. Amma keçmiş Peyğəmbərlərdə çox idi özlərin Peyğəmbərliyi elan, Peyğəmbərin yerinə tutan. Məsələn, Həzrəti Zəkəriyyə nə müsibətlər çəkirdi. Həzrəti İsa nə müsibətlər çəkirdi. Məsələn, Həzrəti Musada da o Peyğəmbərlik iddiası eləyən demək olar ki, yoxdur. Niyə? Həzrəti Musa elə bir həssas zamanda gəlmişdi. Cəmaatı elə bir vəziyyətdən çıxartdı. Cəmaat da orada heç kim məsələn, oxumamışdı, öyrənməmişdi filan. Bu məktəb yarandı, yavaş-yavaş oxuldu, mollalar çıxdı ortalığa filan, hərəsi saqqalı uzatdı, bir dənə əbatlı çiyinlə. Ondan sonra gəldilər deyanlar, məsələn, Həzrəti İsa'nın qabağında, Həzrəti Zəkəriyyənin qabağında. Həzrəti Zəkəriyyə deyirdi ki, Məryəm paçdır, keçən dəfə də işarə elədik ona. Amma onlar gəlirdi, bu deyirdi, mən şəhadət verirəm Allahın elmi ilə. Allah mənə vəhy eləyib ki, bu uşaq, bu qız paçdır. Bunun hamilə olmağına baxmayın, bu bakirədir. Yaxşı, bunlar gəlib həyasız-həyasız dururlar,
Həzrəti Məryəmin qabağında ya uxta Harun ma təku əbukə ma kanə əbukə imrəə su'un və ma kanət ummiki bəğiyyə. Sən deyir, atom pis kişi olmayıb, nə də anın belə pis qadın olmayıb. Bu Allahın vəhyi ilə deyir. Allahın vəhyi ilə. Elə siz o bayaq dediyiniz ziyalı, o qardaşın sözü də elə məhz burada da özün doğruldur da. Allahın vəhyi ilə deyir. Bu deyir ki, yox, hələ keç bir yana qoy, tibb izah eləsin görək. Sən tibbin də kötü yerə gəlib bura çıxır da. Bir də sən get, belə də kör bağırsağı kəs, ondan sonra nə bilim, qanqiranını təmizlə, ondan cibana müalicə elə. Sən axı ruhla işin yoxdur. Ruha sən girişə bilməzsən. Ruh məsələsi ayrı məsələdir. Allah elmə qiymət verib. Ən çox qiymət verdici elm tibb elmidir. Ki, Həzrət Rəsulullah deyir ki, əl-elmi ində Allaha əl-elman. Elm Allah yəni iki, elmül əbdan və elmül ədiyan. Biri tibb elmidir, biri din elmidir. Daha tibb elmi bizim əl-ayağımızı müalicə eləyəcək. Tibb elmi bizim əl-ayağımızı, amma din elmi bizim ruhumuzu eləyəcək, müalicə eləyəcək. Bizim dostlardan birinin qardaşı ağır xəstə idi. Bizim məşhur psixologumuz Ağabey Sultanov idi, səhv eləmirəmsə, dünyasını dəyişib. O müalicə eləyirdi ona. Bu danışır, deyir, bir dəfə ona dedim ki, hirsləndim, biraz narahat oldum, tez-tez gedirdim, gəlirdim, nəsə bir dəfə deyir, belə saldım kətçiliyimə, bundan biraz elə acı danışdım ki, niyə bu müalicə olmur, filan olmur. Deyir, bu da heç nə demədi. O da dünya görmüş adamdır, o qədər belə xəstələrdən görür. Deyir, işte belə biraz mən əsəblərim sakit olandan sonra biraz da dərman filan, biraz uşağla danışdı, neynədi. Sonra çıxanda Xudafiz mənə dedi ki, otur, filan kəs. Sən elə bilirsən ki, biz insanın hər nəyin müalicə eləyə bilərik. Bunun əli olsaydı, çoxdan müalicə eləmişdim. Əğı olsaydı, çoxdan müalicə eləmişdim. Ürəyi olsaydı, çoxdan müalicə eləmişdim. Biz Allahın işinə girişirik, ruh Allahlıqdır. Burada ruhu məsələdir. O Allahlıqdır. Sadəcə belə yeri açıb, biz bir balaca onu neyinirik? Məsələn, ağzını bağlaya bilirik ki, çox bu yana gəlməsin. Din bunun insanın ruhu iləndir. Ona da gərək artıq adamlar girişməsin də, mütəxəssisi girişsin. Hər halda bizim söhbətimiz bunda idi ki, Allah deyirdi, mən Zəkəriyanı göndərmişəm, bu buradan çıxırdı, deyirdi ki, mən də bilirəm. Bəs Allahın həm iddia eləyirdi yalandan ki, yəni mən də Peyğəmbərəm. Bu yandan da Allah Teala ki, deyirdi, Zəkəriya sənsən, ona da iftira atırdı. Axı, bunun mənası budur ki, yalan danışırsan sən. Allaha yalan nisbəti verir. Ona görə elə iddia eləyən də təbiidir gələcək, iftiraya çıxacaq. O da ki, elə nədir? Məhv olacaq, çıxıb gedəcək. Burada əsas sözlərdən biri Həzrətin mən əbda səfhətəhu lil-haqqi hələkə. Batil iddialarla haqqa qarşı çıxan hər kimsə həlak olur. Ki, o birisi fikirləri əslində tamamlayır burada. Sonra وَكَفَى بِالْمَرْءِ جَهْلًا أَلَّا يَعْرِفَ قَدْرَهُ. Bu mən əbda səfhətəhu lil-haqq hələkə. Tamam. Kim səfhə, səhifə deyir, ucazdır, səhifə. Kitabın bir səhifəsi. Əslində bu səhifədir də, biz səhifə deyirik. Elə Azərbaycanda səhifə yazılır. Bu üzün burasına da səfhətül vəcih deyərlər də, üzün səhifəsi burası. Kim deyir, mən əbda səfhətəhu lil-haqq. Üzün haqqın əleyhə, burada düzdür lil-haqqıdır. Amma üzü haqqa tərəfi o cürə çevirmək, biz nə deyirik? Üz döndərmək. Bax, həmin o mənadadır. Kim haqdan üz döndərsə, ya üzün haqqın əleyhinə döndərsə, haqqla üzbəüz qalsa, burada bu mənadadır. Səhifə ilə safha biraz ayrı mənə. Səhifə ha qabağa keçir, burada isə fə qabağa keçir. Səfhə, bəli. Burada fəsfəxi səfhəl cəmil var. Bəli, bəli. Peyğəmbərə buyurur ki, yəni keşdə üzün, əslində orada da üzün döndərmək var da. Yəni fikir vermə də, yəni üzün döndər qoy get. Müsafihə də, müsafihə də, görüşəndə üz-üzə qoyma, müsafihə də. Burada da elə aşağıda da tərcüməsini verib onun səhvi surət.
Bəli. Üzün bu hissəsi, o mənadadır ki, mən əbda səfhətəhu lil haqq hələkə. Kim özdə üzü döndərmək burada kinayədir, mübarizə. Bəli. Kim haqla mübarizə eləsə, o da həlak olacaq. Bəli. Belə hansı haqla mübarizə eləyən yaşayıb, ya nə qədər yaşayıb və nə qədər mübarizə eləyə bilir. Kim haqqın əleyhinə nə qədər çox ciddi çalışıb, o qədər ciddi məhv olub. Kim çox eləyib, çox da alıb. Elə bayaq Firondan danışırdıq. Allah suda da boğdu onu. Özdə deyirlər, elə Fironun suda boğulmağının bir illəti var idi. Cənab Cəbrəil gəldi, dedi ki, sənin biri çörəyi yeyib, sənin əleyhüyə çıxsa, nə eləyərsən? Dedi, onu suda boğaram. Onda o həm suda boğulmaq ağır, Allah belə qismət eləməsin. Uzaq olsun, heç kimə qismət olmasın. Hətta o suda boğulanlar şəhid savabıdır. Damıçqın altında, yanğında, bu cürə şəhid savabıdır. O ağır olduğuna görə. Amma özü o məqsədi, meyarı ki o idi. Buna günah eləyəni, bunun sözündən çıxanı mən belə cəzalandıram, özü də elə cəzalandır. O birisləri balıq yedi getdi, nəm çürüdü getdi. İttiham bunun cənazəsini də Allah Teala çıxartdı, qoy ibrət olsun başqalarına. Çünki o qədər eləmişdi ki, yəni birdən suda boğulsaydı, o Yusuf filminə baxmısınız, o kahinlər gəlir, tez bütün salırlar aşağı, əvvəlcədən iş görən əvvəlcədən işin qurur da, nətər görəcəm, elə deyir. Tez saldılar ki, bütün qeybət çıxıb. Birdən Həzrəti Yusuf onu çıxartması yurdan hamı inanacaqdır. Sonra bir yer. Musa, Firavun da o cürə. Firavunu su götürüb aparsaydı, deyəcəkləri Allah idi, günahımızdan çəkildi, bizim yanımızdan getdi. Elə Həzrəti Musadan da harada narazı qaldılar, deyəcəklər, gül kimi Firavunumuz var idi də, bizə Allahlıq eləyirdi, sən gəldin, körradın. O elə ayədə də var da, Həzrəti Musaya etiraz edirlər. Deyir, elə bundan qabaq da belə idi, indi də belədir, bədbəxtlər. Daha bilmir ki, bundan qabaq bitkək çörəkləri var idi. Ahirətləri yox idi, əbədi dünyaları yox idi, amma indi o var. Bilmirdi ki, bundan qabaqki bitkə çörək zəlalətlə verilirdi orada. İndi onlar özləri başqasına çörək verirlər. Yaxşı. Hər halda haqla kim mübarizə eləsə məhv olacaq. Həm də acı o Firon məsələsində bir dənə də məsələ var. Bir o cəzalandırmaqda Firon dedi ki, suda boğaram onu, Allah da onu suda boğdu. Bir də Allah da sanki ona bir o zəlilliyini ona göstərdi də. Məsələn, o həmişə iddia edirdi ki, Nil mənim əmrimlə hərəkət edir. Ayədə var da. Ayədə var. Nil mənim əmrimlə hərəkət edir. Ayədədir. Ayədədir. Təhti min təhtil ənhar. Deyir ki, deməli, ayədə buyurur ki, və bu sular və bu çaylar mənim əmrimlə cərəyan edir. Əcri bir əmri. Gəcri bir əmri. Bir dənə də hədisdə var ki, deyir, Allah nə deyir, behişti var, altından axır, arx axır, deyir, elə hazır Nil mənimlə axır. Deyir, mənim əmrimlə axır. Allah Teala da həmən o suda onu boğdu. Ki, əmri ilə saxla da, qoy boğmasın səni. Əmr elə, deyir, o böyük alimlərdən birini, Ayətullah bir ucurda olub deyəsən, bir nəfər gəlib onun yanına, H200 salıb filan, deyib, nə deyib, belə mən gücüm var, zorum var, deyib, çox zorum varsa, bir şey desəm eləyə bilərsən, deyir, bu milçəklər mənə əziyyət edir, bir dənə onlara deyilən çıxsın bayra. O da deyir, mənə ələ salmışsan, deyir, yox, niyə ələ salmışsın, mən deyim, çıxsın bayra. Bu cürə. Və elə çıxardır da milçəkləri bayra. Uxrucu bezinillah. Sənin əmri ilə cari edirsə, yaxşı, deyilən girməsin boğazı o. Hacı o, və kəfa bilmər'i cəhlən Allah yərifə qədrə, o gələn dəfiyə qalmağı məsələdir. Tərcümə eləyək bəlkə Hacı. İnsana cahillik baxımından, bəli, buyurun Hacı. Yox, buyurun. Cahillik baxımından, yəni belə deyə də, Loru, ən cahil insan odur ki, öz qədrini bilmir. Öz dəyərin, qiymətin bilmir. Ən cahil insan odur. Bir xeylaq söz var orada, inşallah qismət olsa, çox da yormayaq möminləri, qardaşları. Hacı, təşəkkür edirik sizə bu gözəl bəyanata görə. Çox fayda apardıq, çox faydalandıq. Allah sizdən razı olsun inşallah. Allah sizdən də razı olsun. Təşəkkür.